Salam, hər vaxtınız xeyir olsun. Günas TV-nin efirində siz studiyada Aytaç Ziyədinovadır. Əvvəlcə xəbər başlıqlarına qısa nəzər salaq. İndi isə daha ətraflı. Bugün Azərbaycan televiziyası və radiosu gündür. Azərbaycan televiziyası və radiosu xalqımızın maariflənməsində, milli mənəvi dəyərlərin təbliğində böyük rol oynayıb və hər zaman xalqımızın səsinə çevrilib. Bütün televiziya və radio əməkdaşlarını bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik edir, uğurlar arzulayırıq. 1926-cı il noyabrın 6-sında Azərbaycan radiosunun əsası qoyulub. Bundan sonra ölkənin mətbuat tarixində yeni mərhələ başlayıb. 1956-cı il noyabrın 6-sında isə Bakıda Azərbaycan televiziyası ilk dəfə efirə çıxıb. Bu hadisə Azərbaycan televiziyasının yaranma tarixi sayılır. Azərbaycan teleradiosu ötən illər ərzində milli mənəvi dəyərlərin təbliğində, ictimai fikrin formalaşmasında və cəmiyyətin məlumatlandırılmasında mühüm rol oynayıb. Hazırda televiziya və radio sahəsi ölkədə dinamik şəkildə inkişaf edir. Rəqəmsal yayım və yeni media texnologiyalarının tətbiqi genişlənir. Qeyd edək ki, noyabrın 6-sı Azərbaycan televiziyası və radiosu günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd edilir. Həmədan şəhərinin həbsxanasında saxlanılan məhbus intihara əl atıb, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə Seyid Molla Xudayari adlı məhbus metadon nəbləri içərək özünə qəsd edib. Ağır və hursuz vəziyyətdə xəstəxanaya çatdırılan Xudayari 2 günlük müalicədən sonra yenidən həbsxanaya qaytarılıb. Narkotik maddələrin qaçaqmalçılığına görə saxlanılan məhbusun barəsində irəli sürülən ittihamın saxta olduğuna və həbsxana rəhbərliyinin məhbuslara qarşı qəddar münasibətinə etiraz olaraq ittihamlara əl atdığı bildirilib. Qeyd edək ki, insan haqları təşkilatlarının məlumatına görə ötən il İran həbsxanalarında ən azı 32 məhbus həlak olub. Onlardan 5-i xəstəlikdən, 20-si intihar səbəbindən həyatını itirib, 7 məhbusu isə öldürülüb. Türkmən Səhranın Ağqala şəhərindən olan 26 yaşlı voleybol ulduzu Sabir Kazimi 5 noyabr 2025-ci ildə Tehranda xəstəxanada vəfat edib. O, 17 oktyabrda Dohada üzgüçlük hovuzunda baş verən qəzadan sonra ağır beyin zədəsi almışdı və onun beyin ölümü yaşadığı tibbi